2024-cü ilin fevralın 7-sində keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla son 20 ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi. Əməkdar müəllim, tərəqqi medalçısı, Respublika Uşaq Fondunun Himayəçilik Şurasının sədri Qətibə Əsədova qeyd edib ki, xalqımız öz prezidenti ilə fəxr edir. Ona qələbə sevinci yaşadan, baş ucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu. Fəxrimiz, qürurumuz olan cənab prezident, sizin and içmə gününüzdə mənim sevincimin həddi hüdudu yox idi. Mən bir Azərbaycan qadını, pedaqoq, pensiya yaşına çatmış ana, sizin bu nailiyyətlərinizə çox sevinirəm. Mən hesab edirəm ki, bizim Azərbaycan günü-gündən gözəlləşəcək, günü-gündən irəli gedəcək. Azərbaycan xalqını bütün dünyada, dünyanı Azərbaycana tanıtmışsınız. Cənab prezident, sizə nə arzu edirəm? Arzu edirəm ki, can sağlığı sizə, uzun ömür və sağlam işləyəsiniz. Mən arzu edirəm ki, sizin həmişə işləriniz belə gözəl geçsin. Azərbaycan xalqı sevir, siz sevimli prezidentsiniz, biz həmişə sizinləyik, cənab prezident. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.